işçinin məzuniyyətə çıxdığı dövrdə onun maaşının necə hesablanması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qaydaları açıqlayıb. Bəzən olur ki, xüsusilə özəl şirkətlərdə işçi məzuniyyətə getdiyi zaman onun məzuniyyətə çıxdığı ay bəzən görürsünüz ki, maaşından az gəlib çıxır. Məsələn, işçi 1500 manat maaş alırsa, məsələn, belə götürək, onun baxır neçə gün işçi məzuniyyətə çıxır, həftənin neçə günü rəsmi iş günüdür, rəsmi yəni işləyir, 5 günü, bəzi yerlərdə 6 günü. Buna deməli, əsasən hesablanma aparılır, hesablanmanın qaydası da var. Amma nəticədə həmin ay işçi bəzən görür ki, onun maaşı deyək ki, 50 manat, 60 manat, 70 manat, bəzən 150 manat kəm gəlib çıxır, yəni əskik gəlib çıxır. Odur ki, belə olan halda da söhbətlər yaranır. Bu da qanun pozuntusudur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçinin məzuniyyət dövründə əmək haqqısının necə hesablanması, ona nə qədər əmək haqqı ödənilməsi ilə bağlı deməli, qaydaları bir daha xatırladıb. Qeyd olunub ki, işçi məzuniyyətdə olduğu müddətdə onun iş yeri və vəzifəsi saxlanılmaqla, yəni bu da Əmək Məcəlləsində öz əksini tapıb, işçi məzuniyyətdə olduğu dövrdə onun həm maaşı azala bilməz, həm də o işdən çıxarıla bilməz. Bax, bu da xüsusi deməli, qeyd olunmalıdır. Ona Əmək Məcəlləsində nəzərdə tutulmuş halda sonuncu əmək haqqından az olmamaq şərti ilə orta əmək haqqı da ödənilir. Sonuncu əmək haqqı dedikdə, işçi məzuniyyətə çıxdığı vaxt qüvvədə olan əmək müqaviləsində müəyyən edilmiş əmək haqqı nəzərdə tutulur. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Əgər məzuniyyətin verildiyi aydan əvvəlki aylarda işçi qismən ödənişli sosial məzuniyyətdə və ya öz təşəbbüsü olmadan ödənişsiz məzuniyyətdə olubsa, yaxud onun təqsiri olmadan boş dayanma səbəbindən işləməyibsə və tam işləməyibsə, bu zaman həmin aylar yaxın dövrdəki tam işlənilən təqvim ayları ilə əvəz olunur. Qeyd olunur ki, məzuniyyətdən əvvəlki 12 təqvim ayının orta əmək haqqısı isə həmin ayların əmək haqqının cəmlənmiş məbləğinin 12-yə bölünməsi ilə müəyyən edilir. Alınmış məbləğin ayın təqvim günlərinin orta illik miqdarına 30,4-ə bölünməsi yolu ilə bir günlük əmək haqqı hesablanır. Daha sonra bu məbləğ məzuniyyət günlərinin sayına vurulur. Bu zaman alınan məzuniyyət haqqının məbləği həmin məzuniyyət günlərinin təsadüf etdiyi iş günləri üzrə əmək haqqı məbləği ilə müqayisə edilir. Nəticədə alınan məbləğ işçinin sonuncu əmək haqqından çox olduqda da deməli, məzuniyyət haqqı işçiyə ödənilir. Az olduqda isə işçinin sonuncu əmək haqqına çatdırılaraq ona ödənilir. Yəni, əvvəl işçi, tutaq ki, aprel ayında məzuniyyətə çıxırsa, aprelə kimi, aprelin birində çıxırsa, məsələn, aprelə kimi, marta kimi, mart daxil olunmalı, keçmişdə olan bir ili nə qədər maaş alıb, o 12 aya bölünür, yəni son bir il götürülür, 12 ayın nə qədər maaş alınıb, 30,4-ə bölünmək ümumi orta bir məbləğ çıxarılır və həmin deməli, ola bilsin ki, işçinin tək maaşı yox, əlavə deməli, mükafatlarda olub, nəsədə olub orada, əlavə deməli, bunlar da hesablanır orada və 30,4-ə bölünməklə ortalığa deməli, bir gün üçün məbləğ çıxarılır. Tutaq ki, işçinin günü düşür deyək ki, 50 manata. Bu da neçə gün məzuniyyətə gedirsə, 20 günlük məzuniyyətə gedirsə, bu 1000 manat, o 1000 manat ödənilir və ayın axırında da elə olmalıdır ki, işçi axırda həmin ay məzuniyyətə çıxdığı dövrdən əvvəlki ay, sonuncu ay alıbsa, məsələn, dediyimiz kimi 1500 manat alıbsa, o məzuniyyətə çıxdığı vaxt verilən pul eyni zamanda da məzuniyyətdən qayıdandan sonra o işlədiyi dövr ərzində o günlər hesablanmaqla deməli, maaş verilir, amma bu maaş 1500 manatdan aşağı olmamalıdır. Ola bilsin ki, dediyim kimi əlavə mükafatlar olub, hansısa məbləğlər olub, son bir il ərzində,
əlavə mükafatlar və digər məbləğlər hesab olub. Ona görə də ola bilsin maaşı artıq çıxdı. Yəni 1500 manat yox, artıq çıxdı. Artıq çıxsa da, yəni Əmək Nazirliyi onu deyir ki, artıq çıxsa da ki, həmin deməli pul işçiyə ödənilməlidir. Ola bilsin ki, 1500 manat yox, 1600 manat çıxsın, yəni bir ayın həmin məzuniyyətə çıxdığı ay vəsait 1600 manata çıxsın. Belə olan halda o 100 manat kəsilmir. Yəni 1600 manatın hamısı işçiyə ödənilir.